Hər kəs salam. Bugün mineral gübrələrin test izahını verəcəm. Video başlamazdan əvvəl kanala abunə olub videolara qatsaz sevinərəm. Həmçinin onlayn dərslərimizə qoşulmaq üçün də bu nömrəyə müraciət edə bilərsiniz. Dərslərimiz həm fərdi şəkildə keçirilir, həm qrup şəklində keçirilir. Onlayn dərslər üçün də müraciət edə bilərsiniz. Zəiflik çəkdiyiniz mövzularla bağlı da müraciət edə bilərsiniz WhatsApp nömrəsinə yazmaqla. Deməli, başlayaq sualların izahına. Uşaqlar, birinci suala baxırıq. Deyir ki, hansı maddədən kənd təsərrüfatında azotlu gübrə kimi istifadə olunur? Nə istəyir? Azotlu gübrə. Deməli, tərkibində biz azot axtarmalıyıq. Görək, A variantında kalsium 3PO4 yoxdur tərkibində azot. D variantında yoxdur azot. Y variantında yoxdur azot. C-də yoxdur, amma natrium NO3-də azotu görürük. Cavabımız oldu B variantı. Hansı reaksiyadan sadə superfosfat alınır? Uşaqlar, deməli, sadə superfosfat nədən alınır? Bunu öyrənirsiniz. Deməli, sadə superfosfat kalsium orta fosfatın, kalsium 3PO4-2-nin üzərinə qatı sulfat gəlməklə alınır. 2 mol H2SO4 qatı. Ancaq 2 qat superfosfat istəsə, onda da deyirsiniz ki, kalsium 3PO4-2-nin üzərinə deməli, H3PO4 gəlməklə alınır. H3PO4. Deməli, sadə superfosfat istəsə, qatı sulfat, 2 qat superfosfat istəsə, H3PO4 nəyin üzərinə? Kalsium 3PO4-2-nin üzərinə gəlməklə alınır. Deməli, 2-də cavab götürürük D variantı, 3-də cavab götürürük C variantı. Baxaq 4-də. Uşaqlar, deyir, kompleks gübrəni göstərin. Sizdən bir gübrəni 2 yerə böləcək. Bir kompleks istəsə. Bir də sadə gübrə istəyəcək. Nə tər seçirsiniz? Bu hansı kompleksdə, hansı sadə? Ümumiyyətcə, uşaqlar, 3 qida elementimiz var. Azot, fosfor və kalium. Əgər verdiyi maddənin tərkibində bir dənə azot olsa və yaxud da sadəcə fosfor olsa, sadəcə kalium olsa, deyirsiniz bu nədir? Sadə gübrədir. Yox, əgər 2 dənəsi varsa, onda deyirsiniz nədir? Kompleks gübrədir. İndi gəlin, həm elə gübrə seçməliyik ki, onun tərkibində 2 dənə olsun. Ya NP, ya PK, ya NK. Bax belə. A variantına baxın, bir dənə fosfor görürük. Deməli, sadədə getdi. B-yə baxın, bir dənə kalium görürük. Sadədə getdi. D-yə baxın, bir dənə azot görürük. Sadədə getdi. Sonra C-yə baxın, bir dənə azot görürük. Sadədə getdi. Amma Y variantına baxın, bir azot da var, fosfor da var. Deməli, kompleksdir. 5-ciyə baxırıq. 5-cidə də yenə kompleks istəyir. Y variantına baxın, kalium da var, azot da var. NPK demişdik biz. Deməli, mürəkkəbdir, kompleksdir yəni. Kalium hansı birləşməsi gübrə kimi tətbiq edilir? Ümumiyyətcə, birinci nə axtarmalıyıq biz? Kalium, düzdür, hamısında var. Amma hansı gübrə kimi istifadə olunur? Kalium NO3, kalium şorası gübrə kimi istifadə olunur. Fosfor hansı birləşməsi gübrə kimi tətbiq edilir? Uşaqlar, gümüş 3PO4 niyə? Çünki gümüş qiymətli elementdir. Bax, bir kuprum görsəz bunu deyin, gümüş görsəz bunu deyin. Bu ikisi qiymətli elementdir. Həmçinin gümüş 3PO4 də nədir? Çöküntüdür, düzdür. Və bu çöküntüdür. Torpaq bunu mənimsəyə bilmir. Həmçində dedik, gümüş nədir? Qiymətli elementdir və gübrə kimi də tətbiq edilmir. Amma məsələn, kalsium dihidroortofosfat, kalsium ortofosfat, bax, amonium, bunlar hamısı tətbiq edilir gübrə kimi. Hansı maddə gübrə istehsalında nədir? Xammaldır. Kalsium 3PO4 bayaq dedik, baxın, sadə superfosfatın alınmasında, 2 qat superfosfatın alınmasında xammal kimi istifadə olunur. Hansı maddə gübrə kimi istifadə olunur? Baxın, dedik, şoralar. Amonium şorası, kalium şorası, natrium şorası, bunlar nədir? Gübrə kimi istifadə olunur. Baxırıq 10-cu suala. Deyir, hansı maddə gübrədir? Uşaqlar, gübrə deməli, xörək tuzu deyil ki, xörək tuzu necə yazılır? Natrium xlor, düzdür. Cips də deyil, xlorid torsa deyil,
gübrə olan karbamiddir uşaqlar. Karbamid. Nədən alınır karbamid? Karbon qazı və NH3-dən alınır. 2NH3 bir CO2 ilə girir. Nə verir bizə? Karbamid. O da bu şəkildə yazılır. CONH2 2 şəklində yazılır. Bu da nədir? Gübrədir. Hansı maddə deyir? Mineral gübrədir uşaqlar. Düzdürmü? Baxaq. Biz demişdik gübrə olanlar nə idi? Şoralar, düzdür. NH4, NO3, kalium NO3, natrium NO3. Bax, burada da nəyə görürük? Natrium NO3 deməli, bu da gübrədir. Gəldik 12-ci suala. Deyir, hansı ifadə nədir? Doğrudur. Tərkibində bir qida elementi var. Xeyr, bir azot da var, fosfor da var. 2 qida elementi var. Bir səhvdir. Kompleks gübrədə bəli, niyə? Çünki 2 qida elementi var. 2 qat superfosfat adlanır. Xeyr, bu 2 qat superfosfat deyil. Cavabımız oldu yalnız 2. Kompleks gübrə adlanır çünki 2 qida elementi var. Hansı 3 qida elementi bitkilərdə çoxlu miqdarı lazımdır? Dedik nədir? NPK. D variantı. Hansı mineral gübrənin tərkibi 2 əsas qida elementi var? Yəni NPK-dan ikisi var demək istəyir bizə. O da C variantı. Baxın, N də var, P də var. Cavabımız oldu C. Sayda hansı maddələrin qatı sulfat turşusuna qarşılıq təsirdən gübrə alınır? Biz demişdik ki, qatı sulfat turşusu ilə girsə, kalsium PO4 2-ni alınırdı, sadə superfosfat alınırdı. Ona görə bir kalsium PO4 2-ni götürürük, bir də NH3-ü. Əgər 1 mol NH3 ilə 1 mol HCSO4 girsə nə verirdi? NH3 buradakı hidrogenin birini götürürdü. Olurdu NH4, HCSO4. Düzdür? İkisi girsəydi NH4, 2 SO4 şəklində olardı. Deməli, gübrə alındı. Cavabımız oldu 1, 3, 16-da C variantı. 17-də hansı maddənin sayda alınmasından sulfat turşusunda istifadə olunur? Deməli, sulfat turşusu yazılır H2SO4, düzdür. SO4 axtarmalıdır. SO4 də C variantında göstərilib. 18-də sənayedə kalium şorasının alınması. Kalium şorası necə yazılır? Kalium NO3. Baxaq variantların hamısında kalium NO3-ü görürük, düzdür. Amma yadınızdan çıxarmayın, bizə sənaye üsulu deyir. Sənaye üsulu deyirsə, yəni kütləvi miqdarda bizə xeyir eləyəcək bir şəkildə. Laboratoriyada yox, sənayedə. Bu da uşaqlar A variantı göstərir. Kalium xlorun natrium NO3 girir. Kalium NO3 götürür, natriumda xloru və natrium xlor da alınmış olur. Baxır 19-cu suala. Amonium şorası. Amonium şorası necə yazılırdı? NH4NO3 şəklində, düzdür. Aha. Variantların da hər birində görürük. Amma nə istəyir bizdən? Sənayedə istəyir. Deməli, sənayedə amonium şorası E variantındakı kimi alınır. HNO3 NH3 girir, NH4NO3 alınır. Hansı maddələr kompleks gübrədir? Yəni tərkibində həm azot olsun, həm fosfor olsun, həm də nə olsun? Kalium olsun. Aha. Yəni bu üçündən ən azı ikisi olsun. Baxın, A variantında bir dənə azot var, B variantında bir dənə azot var, getdi. Elə D variantı olur. Baxın, N var, K var burada. Burada da N də var, K da var. Oldu kompleks gübrə hər ikisi. Kompleks gübrəni deyir, göstərin. Deməli, uşaqlar kalium nitrat. Kalium nitrat necə yazılır? Kalium NO3. Gördünüz mü? Burada K da var, N də var. Deməli, bu nədir? Kompleks gübrədir. Amonium sulfatda bir azot var. Amonium nitratda bir dənə azot var. Kalsium dihidroortofosfatda bir dənə fosfor var. Karbamid necə yazılırdı? CONH2 bir dənə azot var. Ona görə getdi. Karbamid istehsalında demişdik nə istifadə olunur? 1 mol CO2, 2 mol da NH3. Yəni cavabımız CO2 və NH3 C variantı eləyir. CD cövhərdə eyni şəkildə karbamid, o da CO2, NH3. Hansı gübrələrin istehsalında qatı sulfat turşusundan istifadə olunur? Biz demişdik ki, qatı sulfat turşusunun üzərinə kalsium PO4 işi gəldi. Nə alınırdı? Sadə superfosfat. Düzdür, deməli sadə superfosfat, bir də amonium sulfatlı uşaqlar. NH3 bayaq göstərdik. HCSO4 ilə girəndə nə verir bizə? Amonium sulfat verir. Ona görə cavabımız oldu D variantı. Tərkib bir əsas qida elementi olan gübrə. Yəni sadə. Yəni bir dənə N olsun, ya da bir dənə P olsun, ya da bir dənə K olsun. A variantına baxın, bir dənə N var, götürərəm. 2-də bir dənə P var, götürərəm. Üçüncüdə isə həm N var, həm P var. Ona görə götürmürəm. Cavabım oldu Y variantı. 26-da kompleks gübrə istəyir. Yəni 2 qida elementi olmalıdır. Sadə gübrə istəyir 1.
qida elementi olmalıdır. Amma bizə deyir ki, NH reaksiyasının alınan maddə NH3 ilə, bu X maddəsi NH3 ilə girir və alınan maddəmiz kompleks cübr olmalıdır. Deməli, baxaq. Uşaqlar, H3PO4 NH3 ilə girsə nə verir? NH4 H2PO4, düzdür? Birləşmə reaksiyası. Və buradan gördüyünüz kimi bir dənə N-imiz var və bir də P-imiz var. Nə oldu? Kompleks cübr oldu. Deməli, mən bir götürməliyəm H3PO4. Düzdür? Və yaxud da indi sadə cübr axtarmalıyam. Sadə cübrədə CO2 ilə olanı götürürəm. Nə alınar? Karbamid CONH2. Burada bir dənə nə var? N var. Sadə cübr oldu. Cavabım oldu B variantı. Baxırıq 27-ci suala. Deyir, hansı duzdan gübrə kimi istifadə edilmir? Biz dedik, şoralardan istifadə olunur, düzdür? Bu öz yerində. Bəs nədən istifadə olunmur? Natrium xlordan, xörək duzundan istifadə olunmur. Sənayedə natrium şorası hansı reaksiya ilə alınır? Natrium şorası necə yazır ümumiyyətcə? Natrium NO3 və sənayedə alınmağını istəyirsə bizdən, sənayedə uşaqlar natrium 2CO3-ün üzərinə NO2 gəlməklə alınır. Buradan alınır natrium NO3, natrium NO2 və CO2, yəni cavabımız olur Y variantı. Hansı reaksiyadan kompleks cübr alınır? Gəlin baxaq D variantına. Gördünüz mü? Buradan alınır 2 mol NH3 girib sözdə. NH4. Yəni bu NH3-dən 2 dənə deyir, düzdür? Bir də üzərinə gəl H3PO4. Bu NH3 2 moldusa, buradan 2 hidrogeni götürür. Və olur NH4 2 dənə. Buradan 2 hidrogenimizi götürdük. 1 hidrogenimiz qalır, düzdür? Bir də nəyimiz qalır? PO4. Deyib bu duz alınır. Və bu duzun da tərkibində azot da var, fosfor da var. Nə oldu? Kompleks cübrə. Deməli, cavabım oldu D. Sadə və mürəkkəb cübrə. Gəl baxaq. Burada neçə dənə qida elementi var? Bir dənə azot var. Yazıram 1. Yəni sadədir. Sadəsi ilə 1 yazacağım. Mürəkkəbləri də 2 ilə göstərəcəm. Sonra ikinciyə baxıram. K da var, N də var. 2 qida elementi var, mürəkkəbdir. Üçüncüyə baxın. Bir dənə P var. Deməli, sadədə 1 yazıram. Burada N də var, P də var. 2 qida elementi var, 2 yazıram. Burada bir dənə N var, yəni sadədə 1 yazıram. Burada N də var, P də var. 2 qida elementi var, deməli, mürəkkəb. Sadə, yəni 1-ə getdi, 1, 3, 5. Baxın, 1-dir, 3-dür, 5-dir. Burada 2, 4, 6. 30-da cavabımız elədir, A variantı. 31-də deməli 1 mol CO2-dir, 1 mol amonyak. Niyə? Çünki 22,4 litr 1 mol deməkdir. Yəni 1 mol CO2 1 mol NH3 ilə reaksiya girir. Düzdür? Ancaq biz deyirik ki, normalda karbamid alınması üçün, yəni bu maddə alınması üçün 2 NH3 1 CO2 ilə girməlidir və 1 mol da bizə bu karbamid maddəsini verməlidir. Düzdür? İndi bax, 2 molu girəndə 1 mol, yəni 60 qram alınır. Bəs NH3-ü 1 mol deyir girir. 1 mol girəndə nə qədər alınır? X qədər. X-in deyilir buradan 30 qram. Cavab eləyir 31-də 30 qram, yəni C variantı. 32-də. Hansı reaksiya üzrə sənaye gübrə istehsal edilmir? Uşaqlar, A variantında karbamid alınır, ona görə istifadə edilir. B variantından şorav alınır, natrium NO3, natrium şorası istifadə olunur. C variantından kalium şorası, kalium NO3 istifadə olunur. Sonra D variantından da NH4 amonium şorası alınır, istifadə olunur, amma Y variantından istifadə edilmir. 33-də hansı reaksiya üzrə sənayedə gübrə istehsal edilir? Baxaq. D. Kalsium ortofosfatın üzərinə H3PO4 gəldi, nə alınırdı? 2 qat superfosfat, yəni gübrə istehsal edildi. Cavabımız oldu B variantı. Baxırıq 34-cü suala. Deyir, hansı reaksiya üzrə sənayedə gübrə istehsal edilir? Deməli, şora alınan cavabdır. Natrium NO3, natrium şorası alınır. B variantı. 35-də deyir, X maddəsi maye olsun, Y maddəsi bərk olsun, Z də bərk olsun, düzdür?
Və bizə turşu verib x-də. Yəni turşu seçməliyəm ki, x maye olmalıdır. Düzdür, H2SO4. Y bərk olsun və qazların qurudulması. Biz bilirik qazların qurudulması istifadə olunan PCO5-dir və bu da bərk haldadır. Fosforun alınmasında istifadə olunanda karbondur. Baxın, A variantındakı reaksiya. Kalsium ortofosfat 5 mol karbonla 6 mol silisium, 3 mol silisium O2 ilə girir. 3 mol kalsium silikat, 2 mol fosfor və 5 mol Si alınır. Və buradan da belə nəticəyə gəldik ki, karbon fosforun alınmasında istifadə olundu. Karbon özü reaksiya girdi və fosfor alındı. Cavabımız oldu B variantı. 36-da X maye olsun, Y bərk olsun, Z bərk olsun. Yəni qazların qurudulması sözünü gördünüzsə, nə götürürsünüz? PCO5. Ya A ya da Y'dir. Fosforun alınmasında da karbon istifadə olundu. Cavabımız oldu A variantı. Nitrat turşusu da gübrə istehsalında istifadə olunur və maye haldadır. 37-də 2 mol NH3, 1 mol H3PO4 ilə girdi. Bayaq göstərdik. 2 dənə hidrogeni götürür, alınır NH4 2. Hidrogenin 3 var idi. İkisi getdi, biri qaldı. HPO4 alınır. Düzdür. Birləşmə reaksiyasıdır, bəli. Normal duz alınır, xeyr, hidrogen var, turş duz alınır, 2 getdi. Kompleks gübrədir, bəli, çünki 2 qida elementi var, 1 azot, 1 fosfor. Ona görə cavab 1 ilə 3, Y variantı eləmiş oldu. 38-ə baxaq. Burada 1 mol NH3, 1 mol H3PO4 ilə gedir. Yəni 1 hidrogeni götürür. Olur NH4. Hidrogenin biri getdi, qaldı ikisi H2PO4. Düzdür. Dəyişmə reaksiyası xeyr, birləşmə reaksiyası. Turş duzu alınır, bəli, çünki hidrogen var. Kompleks gübrədir, bəli, çünki azot da var, fosfor da var, 2 qida elementi var. 2, 3 cavabımız elədi, D variantı. Baxırıq 39-cu suala. Deməkdir 51 qram amonyak. 1 mol amonyakımız 17 qramdır. Bəs 51 qram amonyakımız neçə moldur? 51 17-yə bölürük 3. Yəni 3 mol nəyimiz var? NH3-ümüz var. Düzdür. 1 molda orta fosfat, yəni H3PO4-ümüz var. 3 mol amonyak, buradakı 3 hidrogeni götürür. Olur NH4 3 dənə. 3 hidrogen də getdi deyə qalır sadəcə PO4. Düzdür. Bunu da adlandıranda deyirik 1 mol amonyum orta fosfat sadəcə. Yəni cavabımız eləyir 39-cu sualda A variantı. 40-a baxaq. Deməli, 40-da nə deyir? Deyir 30 qram karbamid almaq üçün neçə metr kubu amonyak tələb olunur? Biz bilirik ki 2 mol amonyak, yəni 2 mol amonyakdan 1 mol nə alınır? Karbamid alınır. Düzdürmü? Yəni 2 molumuzda 44,8 litrdə, düzdür. 44,8 litrindən 60 qram alınır. Bəs 30 qram X-dən alınır. Yəni 2 dəfə azaldı. Oldu 22,4 nə? Litr. Ancaq bu 22,4 litrimiz 100%'dir. Üzrü sayın. Biz 100%-lə 22,4'dür. Bəs 50% çıxımla nə qədərdir? X qədərdir. Üzrü sayın. Deməli 22,4 bizə deyir ki, 22,4 litr tapdığımız 50%-dir. Yəni 50% çıxımla bu qədər alınıb. Yəni bu 50%-dir. Biz indi tamını tapmalıyıq ki, əvvəl nə qədər olub ki, 50%-lə bu alınıb? X. X də eləyir deməli 44,8 litr. Cavabımız eləyir Y variantı. 41-də buranı yenə silək. Aha, 41-də fosforit mineralında 12,4% fosfor var. Nümunədə kalsium ortofosfatın kütlə payını müəyyən edin deyir. Düzdür uşaqlar? Baxın, biz bilirik ki, kalsium 3PO4 2-də 2 fosfor var. Yəni bundan 2 fosfor alınır. Düzdür?
Bunun kütləsi də verib bizə 310. 2 fosforda 31, 2-yə vuraram 62. Yəni 62, 310 neçə faizidir? Neçə faiz oldu? 20%. Bəs 12,4% deyir fosfor var. Biz kütlə payını istəyir, düzdürmü? Onu biz 12,4-dən 20-yə bölüb 100-ə vurarıq ki, kütlə payını hesablayaq, düzdür? Deməli, bu da eləyir 62%. Cavabımız elədir D variantı. 42-ci sualda fosforlu gübrələr hansı reaksiya üzrə alınır? Uşaqlar, birincidən alınır. Buradan 2 qat duz alınır. İkincidən ümumiyyətcə alınmır. Üçüncüdən isə sadə superfosfat alınır və tərkibində fosfor var. Çünki demişdik 2 qat superfosfat H3PO4-dən alınır. Sadə superfosfatda kalsium PO4 2-nin üzərinə HCSO4-ün qatısının gəlməklə alınır. Şoralar, yəni sonu nə ilə bitməlidir? NO3 ilə bitməlidir. Ya kalium NO3, ya natrium NO3, ya NH4 NO3 düzdür. De birinci götürərəm bunu. Alınır nə? NH4 NO3 birləşmə reaksiyası. Bir də götürürük deməli. Dördüncüdür. Buradan da alınır natrium NO3 və CO2. 44-ə baxaq. Kompleks gübrə. Yəni N-də olsun, P-də, yəni 2 dənəsi olsun ən az, düzdür? Baxın, burada bir dənə N görürəm. Yəni ümumiyyətcə reaksiyaya girənlərə baxın. Bir dənə N var. Ona görə sadə gübrə alınır buradan. Burada həm N-də var, həm də P-də var. Reaksiya məhlulunda birlikdə NH4 H2PO4 alınır. N-də var, P-də var. İçini götürürəm. Və bir də 4-ü götürürük. Niyə? Buradan da alınır natrium xloru götürür. Və bir də kalium NO3-ü götürür. Gördünüzmü? Kalium NO3-də kompleks gübrədir. Kalium da var, azot da var. Baxaq 45-ci suala. Uşaqlar, bu reaksiyanı yazaq. Fosforit necə yazılırdı? Kalsium 3, PO4, 2 şəklində, düzdür. Kvars qumu deyir, bir də koks deyir. Koks nədir? Karbon. Kvars qumu nədir? Silisium O2, yəni qum demək istəyir. Buradan alınır kalsium silikat. Buradan alınır fosfor. Buradan alınır dəm qazı CO. Əmsallaşdıranda bura 5 düşür. Bura 3 düşür. Burada 3 düşür. Bura 2 düşür. Burada 5 düşür. İndi baxın, bizə deyir ki, əmsallardır. A-dır, B-dir, C-dir. A-nın əmsalı daha çoxdur. Onda A budur. Sonra deyir B-nin əmsalı çoxdur. Yəni 3 budur da, B budur, C də budur. Yəni bu X-dir. A-nın yanında duran X-dir. Düzdürmü? Onda X nədir? CO. Düzdürmü? A mol X-dir də. Aha. B-nin yanında duran Y-dir. Onda Y nədir? Kalsium silikat. Aha, onda belə çıxır ki, Z-imiz də nədir? Fosfor. Bunları aldıq mı? Dəqiqə. Aha. Deməli, X C oldu, Y kalsium silikat, Z-də fosfor oldu. İndi bizə deyir, hansı reaksiya getmir? Uşaqlar, birinci reaksiya X-lə H2-nin alınması. X nə idi? CO. CO H2 ilə gedir? Bəli, gedir, reduksiyon. İkinci nədir? Z-lə hidrogen. Z-imiz fosfordur. Fosfor hidrogenlə getmir. Ona görə ki, getmir. Üçüncü Y su ilə. Y nə idi? Kalsium silikat. Kalsium silikat da su ilə reaksiya getmir, uşaqlar. Dördüncü nədir? Z oksigenlə, yəni fosfor oksigenlə gedir. Nə alınır? PCO5, PCO3 getdi. Beşinci XO2 ilə, yəni CO2 ilə gedir. Bəli, CO2 verir. Bu da gedir. Getməyən 2 ilə 3 oldu. Baxaq 46-ya. Aha, yenə CO2 ilə NH3-dən söhbət gedir. CO2, NH3 bunlar
bu 1 mol, bu da 2 mol gedir. Nə alınır bizdə? CONH2 2 alınır. Düzdür. 2NH3 gedəndə, 2NH3 gedəndə 1 mol karbamid, yəni 60 qram karbamid alınır. Bəs 0,5 mol NH3 girəndə nə qədər alınır? 4 dəfə az, yəni 15 cavabımız elədir. 15. Düzdür. 15. İndi baxaq 47-yə. Deməli, deyir ki, karbamid almaq üçün, yenə eyni şəkildə, 15 kiloqram karbamid almaq üçün neçə metr kubut CO2 lazımdır? Düzdür, bilmirəm. Yazıram X. Amma biz bilirik ki, bir CO2-dən bir karbamid alınır. Düzdürmü? İndi 60 kiloqram karbamid almaq üçün isə bizə litrdən soruşur da. Aha, 1 mol. 1 molda neçədir? 22,4 litr lazımdır. Buradan x-imiz eləyir 5,6. Aha, amma çıxımı deyir ki, bizə 50%dir. Yəni bu 5,6 50%-lə olandır. 50%. Bəs 100%-dir nə qədərdir? X-imiz də olur 11,2. Cavabımız oldu nə qədər? 11,2. Baxırıq 48-ci suala. Deyir, hər iki reaksiyanın praktik çıxımı, hər iki reaksiya dediyi. Bir bu reaksiyanı deyir. Bir də, bunun rəngini dəyişirəm. Bir də bax bu reaksiyanı deyir. Yəni, 1, N2, 3 mol H2 ilə girir, 2 mol NH3 verir. Düzdür. Bir də 2 mol NH3, 1 mol CO ilə girib, karbamid CO, NH2, 2 vermiş oldu. İndi baxın. İndi deyir ki, hər iki reaksiyanın praktik çıxımı 50% olsa, 6 mol hidrogen neçə mol karbamid almaq olar? Bax, bu hidrogenlə bunu gətirib çıxardacaq. Baxın, uşaqlar, normalda 3-ü girəndə 2 bu alınmır, düzdür. İndi 6-sı girəndə nə qədər alınır? 4. Amma deyir, praktik çıxım 50%-dir. Yəni, biz bu 4-ün də 50%-ni tapırıq. Neçə eləyir? 2. 2 nə tapdıq biz? NH3. Düzdür. İndi gətirib yerinə qoyuram. Normalda 2 NH3 girəndə 1 mol karbamid alınırsa, biz zaten 2 tapmışdıq da. Onda 2-dən nə qədər alınır? Elə 1. Amma praktik çıxımda 50%-dir. Biz 1-in də 50%-ni tapmalıyıq. Çünki deyir, hər iki reaksiyada çıxım 50%-dir. Ona görə cavabımız eləyir nə? 0,5. Baxaq 49-a. 49-da da eyni reaksiya, sadəcə rəqəmlərini dəyişirik. Bunları silim onda. Aha. İndi baxın, deyir ki, 4 mol azotdan. 4 mol azotdan, bilmirəm nə qədər NH3 ayrılır. Amma bilirəm ki, 1 molundan ikisi alınır. X də buradan eləyir 8. Amma deyir, çıxım 50%-dir. 8-i vururam 50-yə, bölürəm 100-ə. Bu da eləyir neçə? 4. 4 mol nə? NH3. İndi gətirirəm, yazıram bura. Normalda 2 NH3-dən 1 mol karbamid alınır. Bəs 4 mol NH3-dən nə qədər alınır? X deyir, demək 2 dəfə artdı, 2 dəfə artmalıdır 2. Amma deyir, burada da çıxım 50%-dir. 2-nin də 50%-ni tapıram. Bu deyir 1 mol karbamid. Burada cavabımız elədi 1, burada elədi 0,5. Baxaq 50-yə. Ağ fosfor kibrit istehsalında, gübrə istehsalında qazların qurudulmasında istifadə olunmur, getdi. Kalsium, orta fosfat, axma gübrə istehsalında istifadə olunur, sadə və 2 qat superfosfatın alınmasında. Qırmızı fosfor kibritin yanında olur, yəni kibrit istehsalında istifadə olunur. Difosfor pentoksid, yəni nə demək istəyir? P2O5. P2O5-də qazların qurudulmasında istifadə olunur, 3-ə gedirdi. Orta fosfat turşusu da yenə deyirəm, gübrə istehsalında istifadə olunur. 2 qat
Bəli, 2 qat superfosfatın alınmasında. Deməli, kalsium 3PO4 2-nin üzərinə H3PO4 gəlirdi, yəni orta fosfat turşusu və biz 2 qat superfosfatı alırdıq. Yəni gübrə istehsalında da istifadə edirdik. 1 də cavab oldu C, 2-də B, Y, 3-də də D variantı